Assur və Urartu qüvvələri arasında qanlı döyüş oldu. Bu döyüşdə Urartu hökmdarı və ona kömək edən yerli canişinlər məğlub oldular. Assur hökmdarı yürüşünü davam etdirərək Urartu ərazisinə daxil oldu. Urartunun bir çox vilayətlərini ələ keçirib talan etdi. Birinci Rusa müqavimət göstərə bilmədi və aciz qalıb özünü öldürdü. Bundan sonra Urartu çox zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna hökmdarları uzun illər Assur dövləti ilə müttəfiq münasibətlərdə oldular. Bununla da ölkəni işğalçı hücumlardan qoruyaraq ərazi bütövlüyünü saxladılar.